Bu gün işte son günüm idi və iş yoldaşlarım məni çox özəl bir sürpriz yola saldılar. Birlikdə yeməyi bişirib əyləndik. Gəlin həmin anları sizinlə də paylaşım. Burada gördüyünüz kimi Məlahət lazım olan ərzaqları gedib almışdı. Biz də başladıq yeməyi bişirməyə. Menyumuzda aş, jülyen və salat var idi. Mən göbələkləri soyurdum. Bu sırada Məlahət soğanları doğrayırdı. Burada da düyümüz bişir. Daha sonra soğanı tavaya əlavə edirik və qovurmağa başlayırıq. Məlahət isə toyuğu doğrayırdı. Burada da mənim soyub hazırladığım göbələklər var. Daha sonra Günel qaroqları yeyirdi və biz də qoymurduq yesin. Sonra Məlahət aşı dəmlənməyə qoydu. Sıra ilə düyü, qaroq və qara istiot əlavə edirdi. Qaroqlu aşı ilk dəfə idi ki, sınayırdım və həqiqətən də çox bəyəndim. Məlahət bankanın dibində Günel üçün biraz qaroq saxladı. O yeyəndə mən də istədim. Sağ olsun mənə də verdi. Daha sonra keçdik salata. Salat üçün qabımız yox idi. Biz də qapağın üstündə eləyirdik. Burada da sizə aşı və soğanı göstərirəm. Salat üçün çahı, pomidor, xiyar və özəl bir sosdan istifadə elədik. Sos smetan, xardal və baharatlardan ibarət idi. Burada da Mirxanım müəllimə yemək yeyir, onu göstərirəm. Daha sonra soğanların üzərinə toyuğu əlavə edib qovururuq. Ardından göbələkləri və qaymağı əlavə edib qarışdırırıq və yeməyimiz hazırdır. Artıq hər şey hazırdır. Süfrəni də qurmuşuq və onu demək istəyirəm ki, əslində yemək nə qədər ləzzətli olsa da, əhval-ruhiyyə və səmimiyyə daha da önəmlidir. Bu gün də elə səmimi iş yoldaşlarım sayəsində yemək çox daha ləzzətli oldu. Hər birinizə çox təşəkkür edirəm və sizləri çox sevirəm. Yaxşı ki, sizi tanımışam. Və sonda Məlahətin sözləri ilə videonu bitirirəm. Çox xoş oldu. Yaxşı ki, siz mərkəzə gəldiniz. Yaxşı ki, sizi tanıdıq. İlk gündən sizə çox sevirdim.